Dərsimiz nədir? Necə misal? Necə toplama? Ona tamamlamaqla toplama. Başlayırıq birinci Mahmudovdan. Sırayla çağıracağım birbaşa. Birinci Mahmudov, ikinciyə Altay, uzanma Altay. Dur gel balam, tez. Birinci sənin, ikinci Altayın, gəl. Gəl işlə, vaxt getməsin. Üçüncü Banu, dördüncü Məhəmməd Əli, gəlin lövhəyə. Mən burada nümunə göstərmişəm. Mənim nümunəmə uyğun yazacaqsınız. Vüsal, qışqırma. Məryəm, gəl sən də bu sonuncu lövhədə yer var. Hələ onsuz da kiməsə baxmağa ehtiyac yoxdur. Çünki hər kəsənin özünün misalı ayrıdır. Misal bəsdir də, yordun ya mən oğlum. Anca müəllimi, niyə xəbərçilik edirsən? Sən niyə cırdın dəstəkdə? Diqqətli oluruq. Aha. İndi aşağıda misalı yaz. Mən nümunəmə necə yazmışam? Aferin. Altay düz gedirsən, davam elə balam. Mahmudov səhv başlayıb ama. Oğlum o 2 ilə 5'i sil oradan səhv eləmişsən. Bax, aferin, düz. Altay düz. Orada bir dənə yuxarı yaz cavabı 12 oğlum. Gəl bura. 6 üstə gəl 6. 4 üstə gəl 6 üstə gəl 1. Banu düz. Aferin qızım, əyləş. İnşallah gələrsən, niyə gəlmirsən? Bu yoldaşların gəlsin. Aferin Məhəmməd Əli düz. Yuxarıda cavabı qeyd elə, sonra git. Ora boş qalmasın. Mən oraya yazmışam bərabərdir. Mahmudov gəldik sənə. Deməli, sən də 2'ni sil oradan. 2'ni sil balam. Burada 5'dir. 5'in üzərine neçə gəlsəm onu. Aferin sənə, əyləş Məhəmməd Əli. Yaz ora 5. Birinciyə 5 yaz. Ne oldu kızım? Hə, mən gördüm 16'da, əyləş qızım. Deməli, ay Mahmudov, mən əgər bu qonşumdan 5'ini götürürəmsə ki, mən ona tamamlanım, qonşumun özündə neçəsi qalacaq? Yox, 8'də nə idim də, 5'ini verdim ona ki, o ona tamamlansın. Özündə neçəsi qaldı? Neçəsi qaldı özündə? 8'dən 5'i gedəndə neçəsi qalır yerində? 8'dən 5'i getsə neçəsi qalacaq yerdə? 8'dən 5 çıxdı, ay elə bir Mahmudov, tez. Neçə qalacaq 8'dən 5 çıxanda? Çəldə ol, adi çıxmadı. 8'dən 5'in çıx. 4 yoxsa 3? Cəld hesablamaq da burada əsas şərtdir ya. Cəld hesabla bilmədə bax belə olur. Yaz 3. İndi aşağıda misalın olacaq. Necə olacaq? Bu 5'in üzərinə gəldirsən. Bu 5'i sonra da 3'ü. Gəl yaz. Mən indi bunları silim lövhəni, növbəti misallardan. Məryəm, gəl qızım tez. Marker yoxsa gəl məndən götür oradan. Sürəyə gəl. Mikail gəl. İslam Əli gəl. 4 nəfər gəl. 4 nəfər yazmışam. Mən gəlsin 4 nəfər. Məryəm, sən gəlmişdin bayaq. Hə, əyləş qızım, onda Ömər sən gəl. Götür məndən. Məndən də götürmüsünüz. Hə, başqa verdi yoldaşın, gəl bundan al. Ömər, gəl birinci elə. Nə, birinci. Necə yazacağım ki? Bəs müəllimə orada sənə izah verdi, nümunə verdi. İkinci, sağlam ol. İkinci toplananı. De birincini bunu. Hə, bunu. Görmürsən, bir dənə o qalıb sənə orada. Bax Ömər. O birinci 7 var ha. Mən o 7'nin üzerine neçə gəlsəm onu eləyər. Ay sağ ol. Deməli sən birinci hissən 3'dür. Əgər birinci hissən 3'dürsə ikinci hissən necə olacaq? Yəni bu 7'nin 3'ünü bu 7'yə versən özündən neçəsi qalacaq? 7'dən 3'ünü versən neçə qalacaq? Neçə qalacaq? İndi misalı necə olacaq? Gözdə İslam Əli 9'unu ayırdıq. Aferin sənə İslam Əli düpdüz. İndi misal bu. Niyə 3 yazdın birinci? Birinci ədədi neçədir? 7'nin üzerine bunları gələcəksən. Bu ayırdıqları var. Qızım, Süreyya, 5'in üstünə 4 gəlsən 10 eləyər. 5 üstünə neçə gəlməlisən ki 10 eləsin. Deməli birinci hissən 5'dir. Birinciyə 5 yazıb ikinciyə 4 yazmalısan. İndi hesabla 7, Ömər. 7 üstə gəl. Yaz da misal yazalım. Mikail, 8'in üzerine neçə gəlsən 10 eləyər. Deməli birinci hissən 2'dir, yaz ora 2. Altdan eğer ikisi bura giderse altın özünə neçəsi qalacaq. Üstə gəl 3 bərabər niyə qoydun oğlum? Üstə gəl 4 də yaz da. Bunu sil. Burası üstə gəl elə 4. Üstə gəl elə 4. İndi cavabını yaz Süreyya sən. Oğlum, Mikail. Altdan ikisini versən altın özünə neçəsi qalacaq. Altdan 2 çıxsa neçə olur? Yaz da düz. Cavabını tap Süreyya. İndi misal bu. Cavab neçə oldu Ömər? Hə, düzdür. Cavabı tap Süreyya. 5 üstə 5 neçə eləyir? Onun da üstünə 4, neçə elədi? Yaz da, bəs qızım. Səndə neçə oldu, ha Mikail? Ay, sağ ol, indi əyləş. Vüsal tənəffüsdə yemək yemir, Qaçır indi yemək yir, dərs vaxtı. Keçirin növbəti sıraya. Uğur gəl, Əli Hüseyin gəl, Turqut gəl, Nərgiz gəl. Sonra onlar da ayrı gəl. Həriyə bir dənə, axırıncı Əli Hüseynindir. Birinci Nərgizində. Əslində fərqi yox, sadəcə o boya görə deyirəm ki, bu sənin Turqut, bura sənin, bu da sənin. Boyu rahat çat. Başla.
Ayrılsa. Hər ayrıdır misal olsun. Ne oldu bala? Aferin Hüseyin, düz ve tez. Uğur, aferin sənə, bitdi, düz. Turgut, sənə baxın. Turgut, səndə də düz gedir, baxaq. 4'ün üstüne içe gəlmişsən qızım orada. Birinci 4 üstə 2 gələndə qızım 10 eləyə bilər. Sən yerlərini dəyişik yazmışsan. Bu 6 burada olmaydı, 2 burada. Əslində düz bölmüşsən, amma yerləri səhv ayırmışsan. Turgut, səndə də düzdür balam, əyləş. Misalda da həmçinin 4'ün üzərinə birinci 6. Çox sağ ol Mahmudov. Mən görürəm o yazdığını en azından. Cavab yenə düzdür. Əyləşməyiniz. İndi gəlmişdin də sən qızım bir səhv. Rıza gəlir, Şəmsi gəlir, Abbasovla Yusif gəlin görün. Əyləş. Başla hələ bir misalım. Sən birinci sənin Şəmsi başla. Və görüm, gəlin görüm Löfəyə. Fərqi yoxdur. Ən axırıncıyam, birinci fərqi yoxdur. Bircə dəqiqə, hə. Ay Rıza, neynədin sən? Yenə bax öz bildiyi eləyirsən. 8'ini yenə ayırdın ki. Ayır o 4'ü. Rıza 3'ün üstüne işe gelse 10 eləyər. Rıza 4'ləri sil oradan. Ayır görək. Hə. Ayranda birinci. Bu niye bir ayrımsan ki balam? Bu hiç silinmiş. Ayda bundan yazma, bu silinmedi. Bundan yazma balam. Bu silinen değil, gözlə. Ay Rıza 3'ün üstüne 5 gələndə 10 eləyir. 3'ün üstüne görə Abbasov bunu sen yazmışsan. 2 ilə 5 səndədir. Yusuf bu sonuncu sən. 6 üstüne düzdür. Yusuf sen Abbasov ikisi də düz. Keçirsiz yerinizə. Evet. Niye balam? Bu nədir yazmışsan bura? 9 nə yazdı? 9 gələndə 13 eləyə bilər. 9'un üzerine neçə gəlsən 10 eləyər Şəmsi. 10 eləyər. 3'ün üstə neçə gəlsən 7 eləyər. 1. Şəmsi sən düz tapdın. 4'dən 1'ini götürsən burada neçə eləyəcək? Bura neçə eləyər? 4'dən 1. 4'dən 1'i geçsin. Burada yaz uçağı siz sağ ol. 4. 4 nədir? Ay Rıza. 3'ün üstə 4. İndi misalını yaz aşağıda. Misalını yaz aşağıda. Misal necə olacaq? Mən bayaqdan istəfizdə. Bu artıq 3-cü günümüzdür bizim. Rıza sən yenə də qarışdırırsan ama. Bərabərdir 10. Ana sən. Elə yazmalı deyil Şəmsi. 9 üstə gəl 1, üstə gəl 3. Yaxşı, şunu baxarıq. 3'ün üstə 7 gəl bura Rıza. Daha məcbur oldum özüm dedim. 7. Burada 1 yaz. Üstə gəl son 1. İndi misalı qur görüm necə olacaq? Şu misalını özün yaz. 1, 4. Bərabərdir 13. Vay elə. Bunu ucun bağla qoy. Buraya gəl Rıza, hara qaçırsan? İndi sən bildin ki biz buraya 7 1'e 1 yazdıq. Niyə yazdıq o 7 ilə 1'i? 8 olmalıydı. 8 olmalıydı düz ama bəs niyə bura imенно 7 yazdıq? Elə sən deyən kimi 4 ilə 4'də yazardıq, 3 ilə 5'də yazsaq 8 eləyərdi, 2 ilə 6'da 8 eləyərdi. Mən niyə ora imенно məhz 7 ilə 1'i yazdım? Çünki mən 7'nin üzərinə, 3'ün üzərinə bu 7'ni gələndə 10'a tamam eləyir, 10 olur. Amma 3'ün üstə 3 gəlsəm 10 eləməz. 3'ün üstə 5 gəlsəm 10 eləməz. Sən birazdan yenə çıxacaqsan Löf. Vüsal. 9'un üstüne neçə gəlsən 10 eləyər ay Vüsal. Əlində 9 tut bir dənə makir bağla. 9'u tut əlində. Tut 9'u. Aferin. Düz tutmuşsan. Birim qatda. Düzgün qatda da. Ay bala. Bunlar rahat bunu bağla. Bu belə daha rahat. 9'dur bu, düzdürmü? Yəni 9'un üstüne neçə gəlsə 10 eləyər bax. Neçə gəlsə 10 olacaq. Aç görüm 10'u əlində. 10'u aç. 10. Bir barmaq başladın, düzdür? Deməli 9'un üzərinə 1 gəlməlisən 10 olsun. Bura 1 yaz. 1 istən 1'dir. 7'nin üstə 4 gəlsən 10 eləyir. Diqqətli ol görüm. Hə. 2'dən 1'in versəm, yəni 2'dən 1 çıxsam neçə qalacaq ay Vüsal? 2'dən 1 çıxsam neçə qalacaq? Elə 1 qalacaq, düzdürmü? 2 tut əlində Vüsal. 2 tut. Hani 2. 2'dən 1'in çıx. Neçə qaldı? Yaz oraya, burada yaz 1. 7 üstə neçə gəlsən 10 eləyər ay Həsən Əli. Yaz da buraya 3 yaz. İndi misalın necə olacaq ay Vüsal? Yox, niyə? Bəs biz bu 2'ni 2 hissəyə ayırdıq da. 1, 1. 9 üstə gəl 1, üstə gəl 1. Yaz aşağıda Vüsal. 9 üstə gəl 1, üstə gəl 1. Ay Həsən Əli, 6'nın bir tərəfi 3 üstə bir tərəfi niyə 1'dir ki? 6'dan 3 çıxanda 1 qalır. Neçə qalır? 9. Al bundan yaz. Yaz 9 üstə gəl 1, üstə gəl 1. Biraz aşağı yaxşı da yazdım. 6'dan 3 çıxanda neçə eləyir?
Yaz oraya 3. İndi misal necə olacaq? Ay bala, bir nədir yazmısan? 1, indi üstə gəl bir dənə də 1. Üstə gəl bir dənə də 1. Üstə gəl bir dənə də 1 yaz. Görə gəlib çıxdı. Bərabər bu cavabını yaz. Bax, yenə eyni səhvə eləyirsən sən. Dedim altına təkrar yazma, sil bunu. Bura yaz 7, bunu sil buradan. Bura 7 yaz. Neçədir cavabın? 9 üstə 1 gəlinə neçə eləyir? Sağ 9 üstə 1 gəlinə neçə eləyir? 10. Onun da üstə 1 gəlsən, yazmısan elə. Mahmudov, bax, yenə səhv eləyirsən. 9-un üzərinə 1 gəlməlisən, 10 olsun. İndi neçə eləyəcək? 5-dən 1'in verdin. Neçə qaldı? 5'in özündən neçəsi qaldı? İndi altda misalı da yaz. Cavabı tap Həsən Əli. Ha, birinci 9'u 9'dan başlayırsan. 9. Sonra artıq 5'ə fikir vermirsən. Çünki sən 5'i 2 hissəyə ayırmısan. 5'i özünü yox, hissələrini toplayırsan. Topla görək. Sən əyləş də bir sualda, heç nə olmaz. Hə, neçə gələcəksən? Sonra cəld ol. Sonra tez cavabı da tap Mahmudov. Nəhayət Həsən Əli. Aydın 17 nədir yazın ay bala? İndi bax düz oldu, indi əyləş. Sonra bircə dəqiqə. Şəmsi, sən bir dənə də gəl lövhəyə. Cavabı tap, tez ol. Neçə yazdın ora? 16 niyə? 8 üstə 2 gəlinə neçə eləyir? 8 üstə 2 neçə eləyir? Bunu işlə sən təzdən. Bunu işlə görək. 10 yazdı be ora.